Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 5 martdır. Düzdür, havada gün yoxdur, amma demək olar ki, qar çox azdır. O indi krişalar heç də, krişalara baxmayın. Biz orada gəzmirik ki. Yerdə demək olar ki, yoxdur. Bunun özü də bir plusdur. Heç olmasa gün yoxdur, keyfimizi belə açıq. Bahar yəqin gəlmək istəyir, qarlar əriyib. Deməli xanımlar, bu bizim kurtkanın demək olar ki, son halıdır. Yağ ləkəsi burada getməyibdi. Yağlı əllərini xanım cibinə soxub 100%. Buraları o heç də qol tərəfdə, cib tərəfdə, onu mən indi sürtəcəm. Mənə lazım idi ki, yağı getsin, sonra kirini yuyaram. Buralarda yenə var. Bir də ki, fikir verirsiniz, hər dəfə quruduqca suyun izi qalır. Paraşokun izi qalıbdı. Sonra yenə hardasa paraşokun izini görmüşdüm. Hələ tam qurumayıb axıra kimi. Quruduqca iz qalır. Baxın, paloskadır. İndi mən sizin məsləhətinizlə gətirim bu yağlı yeri, bir də cibləri ilə qolunu sabunlayım. Burada da ləkədir. Sabunlayım. Biraz elə saxlayım. Ondan sonra atım maşınkaya. Karaci, mənim işim həm yemək bişirməkdir, həm də ki video çəkməkdir. Və siz də ortalığı yığışdırırsınız. Bugün dünənkinə nisbətən qəşəng yeməklər bişirəcəm. Я придумаю что-нибудь. Да? Гороховый суп. Гороховый суп хочешь? Нет, она не хочет. Salat nə tər idi dünənki salat? Нормально? Ləliş hazırlıyor axı. Sən xoşuna gəldi salat? Мне такая огурцы из-за тебя салат понравилась. Çok огурцы. Салат тоже не понравился. Короче, dünənki yemək sıfır idi. Nene, əsas o idi ki, iftarımızı açdıq. Cəmaat can tapmır, Heç cəmaat onu tapmır. Я вот Ладно, давай, mən gedirəm kurtdan yumağa. Siz də durursunuz, ortalığı yığışdırın. Ну так нечестно. Dediyiniz kimi elədim. İlk növbədə sabunladım, sonra əlimlə qəşəng sürtdüm. İndi atmışam maşınkaya. O da biraz yudu, reski dayandı. 5 dəqiqədə ki dayanıbdı. Deyəsən maşınım xarab oldu. Короче, qızlar, mənim maşınkam desən xarab oldu. Nə qədər elədim, yumadı bunu. Nə qədər əlləşdim, yumadı. 3-4 dəfə söndürüb yandırmışam, qoşmuşam. Söndürüb yandırıb qoşmuşam. Axırda Motu Ləliş dedi ki, mama, istəyirsənsə qapısı açılsın, tokdan çıxart. Tokdan çıxartdım da neçə dəfə, açılmadı qapı. Dedi, bir 10-15 dəqiqə gözlə, özü açılacaqdı. Mən də elə elədim, gözlədim. Açıldı. Başladım əlimlə durulamağa. Bayaqdan 3-4 dəfə duruluyuram. Yenə də suyu düzdür, bulantıqdır. Bilmirəm, indi paraşokun izi qalacaq, yoxsa yox. Biraz suyu axsın, aparıb balkona sərəcəm. Burada qurumasın, balkonda qurusun. Material özü su keçirtməyəndir, deyən çox çətin sıxılır. Su buraxmayan material var. Belə, bu maşınkada başıma belə iş açdı, oyun açdı. Tək ki, başqa paltalar yusun. Ləliş deyir, kurtka ağırdır deyən elə eləyir. Dünən 2 dəfə yudum, amma heç elə də eləmədi. Deməli, xanımlar, nə vaxtdandır bu südləri almışdım. Hansısa vlogda paylaşmışam, bilmirəm, daha yadınıza düşür yoxsa yox. Almışdım ki, qatıq çalım. İnşallah bu səfər alınır. Qazanı yudum. Açılmır ay bala. Uy, cücünə başladım. Это что? Ты готовишь? Катык хочу сделать. Катык, который ты любишь. Азербайджанский. С хлебом, который хотел. Да. Alınsa.
Так, в прошлый раз... тоже Зная так. себя, в последнее время у меня ничего не получается. Все, у тебя получается. Постучи. Ты yeməklə doymayan yalamaqla iş doymaz. Все, qoyaq qaynasın. Düşün. Hələ ki süd qaynayır. Tez bir balaca, çox yox, bir balaca krem hazırlayacağım. Bişmiş krem. O da ərzaqlar gözə yar götürürüm. Gördüyünüz kimi. Bir balaca un. Yəqin ki, qulaqçıqla baxmırsınız da. Yoxsa mən burada çox səs-küy eləyirəm. Mən həmişə birinci yumurtaya unu qatıram ki, sonra topucuqlar alınmasın. Yəni unu axırda qatmıram da. Gördüyünüz kimi yumurta, şəkər, un və süd. Zövqə görə istərsəniz bura əlavə edə bilərsiniz vanilin, kakao və yaxud da ağ və yaxud qara şokolad. Yəni tamamilə zövqünüzdən asılıdır. Əgər gözünüzə az dəyirsə, yəni bu krem az olacaq deyirsinizsə, yenə süd əlavə edə bilərsiniz və yaxud da su fərq etməz. Dayanmadan qarışdırmaq lazımdır. Bu arada mən yarım stəkan süd əlavə elədim. Və bir xörək qaşığı da şəkər, onu da deyim. Fikirləşdim ki, krem az olar birdən. Ona görə süd əlavə elədim deyən şirinliyi də azalmasın. Bir xörək qaşığı da şəkər əlavə elədim. Dayanmadan qarışdıra bişirəcəm qatılaşana kimi. Yadınıza gəlirsə bunu çicikdən almışdıq. Hətta 2 dənə almışdıq. İndi bunu istəyirəm bir balaca yayım. Bu dondurucudaydı və mən bunu xaladelnikin alt gözünə qoymuşdum ki, yumşalsın. Da yumşaldı, görürsünüz. Formasını saxlayır. Biraz un səpək ki, yapışmasın. Düşünürəm ki, bu qədər bəsdir. Pizza bıçağı varsa, rolik varsa daha yaxşıdır. Məndə yoxdur.
Belə xırda-xırda kvadratlara kəsəcəyik. İstəyirəm prosta beləcə porsiyonlu tortlar hazırlayım. To есть hərəyə yetdik. Uy. А кто знает? Кто уточнил? Tansa getdiniz, axıra kimi getmədiniz. Üzgüçlüyə getdiniz, axıra kimi getmədiniz. Sonra nə yarımçıq qoydunuz? Это не без ярмарки говорю, это ты. Mən? İndi mən oldum günahkar. У тебя на плавание 2 раза, что на танцы 1 раз пошла и все. А почему? Меня не записали. Потому что мы переехали. Ha, da. Да. Sınıf, indi nə istəyir bu? Samboya getmək istəyir, yoxsa dayandırmaq? Я не знаю. Ты хочешь на самбо или нет? Как если подумать? Подумай хорошенько. Давай либо самбо, либо поменяй на бокс. Или другую, что ты там хотела? Но я не хочу, чтобы ты дома сидел. Хотя бы боксинг. Нет. Что это за ерунда? Nədir? Кикбоксинг. Это же то, что изо рта прын-прын. Это битбокс. Кикбокс. Dəliş. Это то же самое, как и бокс. Только для этого надо много чего купить. Onda minus. Onda çıx oradan. Плавание. Plavanie buralarda var ki. Да. Да. На 94-м есть. Что открыто был без холодильника. Ver. Был сыр. Спасибо. А, Qatılaşır ama tam qatı deyil. Bu da qaynasaydı. Bu qaynara düşəndən sonra hardasa bir 5-10 dəqiqə yenə qaynatmaq lazımdır. Taxta qaşıq qoydum ki daşmasın. İlk odunu da aldım. Bayaq 8-də idi. 9-a qalxızmışdım 2-3 dəqiqəlik. Təzən yendirdim 5-ə. Ki qoy qaynasın. Bu nədir? Bu kremimiz də qatılaşır. Belə baxıram ki bundan o yana qatılaşmayacaq. Yəqin unu az oldu. Görürsüz yeni də aşağı başladı qaynamağa. Baxın necə qaynayır. Arada bərədə qarışdırıram ki dibi tutmasın. Yox yəni dayanmadan qarışdırıram. Prosta indi sizə göstərmək üçün. Hə, bunu qoyuram qırağa. Südü də göstərim. Ondan sonra söndürüm. Süd də ki daha buna ehtiyac yoxdur. Hardasa bir 5 dəqiqə qaynasın. Çünki deyilənə görə südün içində mesela bakteriyalar olur. Lazımdır ki bakteriyalar ölsün. Adi mağaza südüdür gördüğünüz kimi. Qıraqlarını təmizləyim, qurumasın orada. Qayna. Baxın, qazanda su qoydum, soyuq su. Çünki mənə lazımdır bunu tez soyutmaq. Belə içinə girə biləcək qədər qazan götürün. Arada bərədə gəlib belə qarışdıracağım. Amma sizin vaxtınıza varsa öz doğal halıyla, öz təbii halıyla soyuda bilərsiniz. Bu arada südün nədir bu xodunu verdim. Öz xoduyla qaynadı. Hardasa 5 dəqiqədən var qaynayır. Şimdi götürəcəm bunu da öz təbii halıyla qoyacağım soysun kənara. Alıram, soysun orada. Öz xoşuyla. Deməli, uşaqlar makaron istəyiblər. Halbuki evdə çörək çoxdur. Neçə dəfə dedim ki, süd bişirək istəmədilər. Mən də makaronu ancaq soğanla sevirəm.
soğan. Suyu artıq qoymuşam. Soğanı da tez doğrayım. Qoyacağım pişsin. Evdə su qutaraqdır. Ruslan göndərim getsin su alsın. Bir damcı belə su yoxdur, bir damcı. Bunlar makaronu qatıqla yeyirlər, pendirlə, ürəkləri gedir pendirlə. Mən pendirlə yeyə bilmirəm makaronu. Mənimki köhnə üsul, qızarmış soğan üstünə. Bu da makaronun suyudur, hansı ki vot-vot qaynayacaq. Baxın, artıq bişdi hamısı. İstərseniz bunu əzə də bilərsiniz, istərseniz belə də işlədə bilərsiniz, fərq etməz. Baxın, yarım paçka yağ. O, soğan gözümü çıxartdı. Baxın, kremimiz necə oldu. Belə axandı, amma yəni yağla bir yerdədir də. Mən bunu yağsız yeyə bilmirəm. Elə bilirəm ki, manlı kaşı yeyirəm. Bənəbrim xaşıl. İstərseniz, əgər formasını tutan krem olsun, o zaman yağını çox eləmək lazımdır və onu mikserlə çalmaq lazımdır. Şu, artıq tortumuzu yığa bilərik. Əslində bu qat-qat xəmiri dairəvi formada da kəsib pişirmək olardı. Yəni ki, korş kimi olardı da. Amma mən öncədən fikrimdə tutmamışdım hansı qabda yığacam. Ona görə belə elədim. Bir də ki, qızlar, əgər siz yumşalmasını istəyirsinizsə, onda bayaq dediyim kimi bu kvadratları əzə bilərsiniz. O zaman tez yumşalar. Yəni bir lay ovuntu, korş deyək də, bir lay krem, bir lay ovuntu, bir lay krem. Ya da ki, bizimki kimi belə eləyə bilərsiniz. Çox gözlətsəz yumşalar. Əgər həmən yeyəsinizsə, elə çox yumşalmır. Mən indi iftara hazırlayıram deyən, bizdə elə çox yumşaq olmadı. Amma əvvəlcədən hazırlayıb xaldenika qoysanız, düşünürəm ki, yumşalar. Bir də ki, bu kremi mənim böyük qızım muhallebi, ha muhallebi deyib yeyir. Həmişə mən özümə muhallebi bişirirəm deyir. Bişirir, baxıram ki, eynən bişmiş krem. Ona görə mən bu kremi yağsız təsəvvür eləyə bilmirəm. Üzərini azdan kakosla bəzəyəcəm. Artıq porsiyon tortumuz hazırdır. İstərsəniz otaqda stolun üstündə gözlədə bilərsiniz ki, yumşalsın. İstəmirsinizsə yumşalsın, soyuducuya qoya bilərsiniz. Səhv salmıramsa, Azərbaycanda belə tortlara magnolia deyirlər. Səhv salmıramsa. Makaronlar bişdi, soğan da qovrulubdur, hər şey artıq hazırdır. Baxın, artıq demək olar ki, soyudu süd. Bu baləcə keçələ barmaq hardasa bir 7 saniyə qədər südün içində dayana bilirsə, istisinə dözə bilirsə, demək ki, südümüz artıq hazırdır. 1, 2, 3, 4, 5, 6, 7. Dözmək, hələ də dözmək olur. Harca bir 15'e kimi saysam dözmək olur. Artıq istidir, dözəmirəm. Baxın, burada məndə qatığın dibində biraz saxlamışdım. Heç 2 qaşıq eləmədi, düzü. Maya var məndə. Hardasa qaşıq yarım var demək olar ki.
Bura süd qatacağım. Bunu qarışdıracağım. Yəqin ki 2 litr südə 2 xörək qaşığı maya bəsdir. Bunu yaxşı qarışdırıram. Və bu isti olan südün içərisinə əlavə edirəm. Yəni mən necə edirəm onu göstərirəm. İndi bunu bankalara tökmək olar. Mayalanmış qatığı. Nə qəşəkdir, 4 dənə banka hazırlamışım. 3 dənə çıxsa sevinərəm. Что это? Yemək çək görək. Daha suyunu niyə onun içine tökürsən ki? Надо. Çalxaladım ki üzəri çöpük olsun. İndi qapağını biraz aralı qoyacağım və isti yerə qoyacağım. Gəl indi.